Salam dostlar. Son zamanlar sosial şəbəkələrdə uşaqların hüquqlarının tapdalanması ilə bağlı tez-tez müxtəlif informasiyalara rast gəlirik. Ona görə mən sizin üçün Şəcahan Günün Sinifdən Xaric Oxu 1-4 kitabından Uşaq Hüquqları Konvensiyası haqqında qısa bir video hazırlamaq istədim. Uşaqlar uşaq hüquqları haqqında konvensiyada tətbiq olunmuş hüquqları bilməlidirlər. Uşaqların gələcəkdə yaşlıların qeyri-kamil dünyasının pasiv qurbanları rolunu oynamaması üçün onlar öz hüquqlarını bilməli, gələcək üçün öz məsuliyyətlərini başa düşməli və buna uyğun hərəkət etməlidirlər. Konvensiyanın əsas fəlsəfi ideyası uşaq şəxsiyyətdir. Konvensiyada əsas məqsəd uşağın maksimum müdafiəsidir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən və ya özlərinin yaxud valideynlərinin sağlamlıq vəziyyətindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər. Yaşamaq hüququ. Uşaqların yaşamaq hüququnu və yaşamaq üçün zəruri olan əsas tələbatlarını əhatə edir. Bura müvafiq həyat standartları, sığınacaq, qida, tibbi yardım almaq imkanları daxildir. İnkişaf hüququ. Özünün ən yüksək inkişaf potensialına nail olmaq üçün uşaqların ehtiyacı olduğu şeylərdən ibarətdir. Bura daxildir təhsil hüququ, oyunlar, asudə vaxt, mədəni fəaliyyət, informasiya almaq azadlığı, habelə fikir, vicdan və dini əqidə azadlığı. Müdafiə hüququ. Uşağın pis rəftardan, hörmətsizlikdən və istismardan müdafiəsini təmin edir. Bu hüquqlar qrupu qaçqın uşaqlara xüsusi qayğı göstərilməsi, onların silahlı münaqişələrə cəlb edilməsi, narkotik maddələrdən istifadə, uşaq əməyi, habelə uşaqların seksual istismarı kimi məsələləri əhatə edir. İştirak etmə hüququ. Uşaqlara öz cəmiyyət və təşkilatlarda iştirak etməyə imkan verir. Bu hüquqlar qrupu aşağıdakı azadlıqları əhatə edir. Fikir sərbəst ifadə etmək, öz həyatı barəsində rəy söyləmə, ictimai təşkilatlara qoşulma, dinc yığıncaqlar keçirmə. Bu hüquqlar qrupu uşaqlara öz qabiliyyətləri qədərində cəmiyyətin həyatında iştirak etməyə imkan verir. Habelə onlara fəal vətəndaş vərdişləri aşılayır. Bəs uşaqların vəzifələri necə? Varmı? Bəli, var. Bunlar aşağıdakılardan ibarətdir. Böyükləri dinləmək, nitq etiketlərinə əməl etmək, yaxşı oxumaq, evdə, məktəbdə, istirahət yerlərində davranış qaydalarına əməl etmək, pis sözlər işlətməmək, hüquqlarımızı öyrənmək, böyüklərə hörmət etmək, kiçiklərə qayğı göstərmək. Bəs onların borcları hansıdır? Sağlam olmaq, yoluxucu xəstəliyi yaymamaq, əməksevər olmaq, istirahət etmək, ölkə rəhbərliyinə, prezidentə hörmət bəsləmək, vətəni sevmək və qorumaq, dövlət rəmzlərinə hörmət və ehtiram göstərmək, valideynlərin və müəllimlərin zəhmətini qiymətləndirmək. Dostlar, düşünürəm ki, bütün bu söylədiklərim
sizin uşaqlarınız üçün vacib olan bir şeylərdir ki, onu uşaqlarınıza öyrətmək məsləhətdir. Təşəkkür edirəm.